Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşışam bir də bir qərinə cavanlaşırsan. Qasım bəy Zakir Şuşada doğulmuş görkəmli şəxsiyyətlərimizdən biridir. 19-cu əsrin birinci yarısında milli ədəbiyyatımızda satirik poeziyanın yaradılmasında onun xidməti danılmazdır. Bir gün türkü maraq ilə gedirdi. Qismət üçün seyri aləm edirdi. Obadan kənarda gördü ittifaq, atıblar səhraya bir dümbəyi çağ. Diqqət ilə baxıb tövməni seçdi, yavuğa düşməyib uzaqdan keçdi. Gəzər ikən oldu bir qurda düçar. Dedi, filan yerdə yaxşı tövmə var. Gedək. Buyurun. Təəccübəm, sən belə şeyə düçar oldun. Özün yemədin. Niyə? Bilirsən, boynumda var qəza orucum, tutmuşam ki, saqit ola borucum. Yurt soxuldu ki, quyruğu götürə, neçə gündür naharsızdı ötürə. Çırtlayıb payına tələ oldu bənd, o yana bu yana tullandı hərçənd, nə qədər güc vurdu götürmədi əl, kəsilib əlacı, qaldı mərdə. Nə qədər tatlıdır, nə qədər lətif. Bəs deyirdim, orucam bayaq, nədəndir? Yiyirsən indi bu sayaq. Düzdür, oruc yedim. Amma bu axşam təzə ayı görüb etmişəm bayram. La radio internationale d'Azerbaïdjan, 85. В эфире «Голос Шуши». Xatırladaq ki, Zakir təxəllüsü ilk dəfə Qasım bəy tərəfindən təxəllüs kimi seçilib. Buna qədər Azərbaycanda Zakir adına rast gəlinmir. Vaxtıyla təkkələrdə ilahiyyat oxuyan adama Zakir deyə müraciət edərlərmiş. Ən uzun yol günəşə dirənən baxışlardır. Bu xəyal yolunda arxaya boylanan irəlini görməz. Mən bu yolun aşiqiyəm. Sarucalı əslimin, Cavanşirlər nəslimin, Zakirsə xislətimin adıdır. Məhz Qasım bəy Zakirdən sonra Qarabağda, xüsusilə Şuşada oğlan uşaqlarına Zakir adı qoyurdular. Bu həm adın daşıdığı məna ilə bağlıdır, həm də Qasım bəy Zakirin xatirəsinə ehtiram əlamətidir. Bizim bugünkü buraxılışımız da böyük şairimizin xatirəsinə həsr olunub. Beləliklə, sözü siyasi elmlər doktoru, professor, Qarabağ İrsinin Araşdırılması Mərkəzinin rəhbəri Elçin Əhmədova verirəm. Buyurun Elçin müəllim.
Xoş gördük Aybəniz xanım. Təşəkkür edirəm. Bu gün biz Şuşanın görkəmli xadimləri silsiləsindən Azərbaycanın görkəmli şairi, maarifçi Qasım bəy Zakir haqqında danışacağıq. İlk növbədə qeyd etmək lazımdır ki, Qasım bəy Əlibəyoğlu Zakir Azərbaycanlı şair Abdullah bəy Asi, İbrahim bəy Azər, Dövlət bəy Poladovun babasıdır. Eyni zamanda Cavanşirlər nəslindən 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Onun əsli qeyd etdiyimiz kimi Qarabağda məşhur olan Cavanşirlər nəslindən olmaqla yanaşı, ulu babası Kazım ağa da Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşı olmuşdur. Zakir ilk təhsilini Şuşada Mollaxanada almış, ancaq ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Və bu dilləri mükəmməl səviyyədə bilməsi ona yaxın şərqin tanınmış Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur ustadlarının əsərləri ilə tanış olmağa imkan vermişdir. 1795-ci ildə əvvəlki verilişlərimizdə qeyd etdiyimiz kimi Qacarın Qarabağa hücumu zamanı Şuşanın mühasirədə saxlaması, əhalinin şəhərini mərdliklə müdafiə etməsi, yəni İbrahim Xəlil xanın 20 minlik qoşununun şəhəri mərdliklə müdafiə etməsi və bundan 2 il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır-Cündə öldürülməsi, 19-cu əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. və digər belə bu cür hadisələr onun yeniyetməlik və ilk gənclik illərində gözü ilə gördüyü hadisələr olmuşdur, eyni zamanda eşitdiyi əhvalatlar olmuşdur. Və bu hadisələr onun dünya görüşünün formalaşmasına da çox ciddi təsir göstərmişdir. Gah bivəchl cəhət xatırı meylər dərhəm, gah bi cürmü günah, bu dili nalanə dəyər. Odlara düşmüş ilan tək oluram piçidə, ki neçin zülfüsiyə arizi cananə dəyər. Qərəzin can isə bir tünd nigahım bəsdir. Heyfidir, atma oxum, hər birimin canə dəyər. Könlümü qan doğurub həbsə ki tapmaz şanə. Nə qədər zülfü gəzər, çah-ı zənəxtanə dəyər. Zakirə, səbr elə kim vəslə dəyən afətdən, ay ötər, il dolana, vəqt dolu hicranə dəyər. تستمعون إلى صوت شوشة. لا يزال صوت شوشة مستمرا. Qeyd etmək lazımdır ki, Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir Çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-13, 1826-28-ci illərdə Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstələrin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə medalla tərtib edilmişdir. Daha sonra 1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat eləyir. Bu hadisə şairi dərindən kədərləndirir və bu münasibətlə yazdığı bir şeirində Zakir oğlunun ölümündən doğan istirablarını təsvir edir. Bir saat havada qanat saxlayın, bir saat havada qanat saxlayın, Nizami ilə gedən qoşa durnalar. Shusha's voice continues. Qatarlaşıb nə diyardan gəlirsiz, qaqqıldaşa durnalar. Qeyd etmək lazımdır ki, Zakir 1830-cu ildə könüllü olaraq polis dəstələrinin tərkibində Balakənə getmiş, üsyanların yatırılmasında da iştirak eləmişdir. O, həmin dövrdə dostu Baba bəy Şakirə göndərdiyi Çar müqəddiməsi adlı mənzum məktubunda Qarabağ atlarının döyüşdə göstərdiyi igidlikləri tərifləmiş, özünün şücaət haqqında da yazmışdır hətta.
Gənclik illərini at belində, müxtəlif müharibələrdə, döyüşlərdə keçirən Qasım bəy Zakir artıq 30-cu illərin sonlarında tamam təsərrüfatçılıqla məşğul olmaq üçün doğma Qarabağa qayıdır və qeyd etməliyik ki, o ilin yay fəslini Şuşada, qalan fəsillərini isə xan qızı Xurşudbanu Natavanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirir. Əzbəs ki mənə şəfqətim var piri muğanın, canım doludur gör necə peymanələr içrə. Kəm tutma rəhi eşqədə zakiri kim, var yanmaqda onun şöhrəti pərvanələr içrə. Gəzmişəm cahanımı görməmişəm, sənin kimi gözəl eller içində balam. Bərabərin yoxdur pəridə, tək düşübsən mələk mənzər içində. В эфире «Голос Шуши». لا يزال صوت الشوشة مستمرا. Və biz Qasım bəy Zakirin yaradıcılığına nəzər salsaq, kəskin tənqid və kinayəli gülüş onun satiralarının əsas xüsusiyyətlərindən idi. Zakirin yaradıcılığında onun müxtəlif mövzularda yazılmış mənzum hekayə və təmsilləri də çox mühüm yer tutur. Mənzum hekayələrdə məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Zakirin realist yaradıcılığında təmsillərin əhəmiyyəti isə müstəsna əhəmiyyət kəsb edir. Həmin dövrdə Qasım bəy Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazırdı. Və o müasirləri arasında da çox böyük hörmət və nüfuz qazanmışdı. Və qeyd etmək lazımdır ki, Mirzə Fətəli Axundzadə, İsmail bəy Qutqaşınlı, xan qızı Xurşudbanu Natavan kimi həmin dövrdə Azərbaycanın dövrünün tanınmış ziyalıları, habelə Gürcü knyazı İliko Orbeliani onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlərdən idilər. Şair bir neçə ay Bakıda sürgün həyatı keçirdikdən sonra adı çəkilən şəxslərin səyi nəticəsində Şuşaya qayıdır, lakin o ömrün axırınadək polis nəzarət altında yaşamışdı. Qoy tökülsün gülü rüxsarına zülfi siyəhin, rəsmidir nəqşi nigavrıdə siyah, alə düşər. Çeşmi bəddən səni hifz eyd amanında xuda, tab-ı meydən ki gülü arizinə ralə düşər. Zakira dərdi dəruni üzə saldı əşkim, bir deyən yox, belə qəmmazlıq ətfalə düşər. You are listening to Shusha's voice. Qeyd etdiyimiz kimi, Qasım bəy Zakir həmin dövrdə Zaqafqaziya Mülki İdarə Rəisi Qafqaz canişində yazdığı raporta əsasən 60 yaş olmasına baxmayaraq polis nəzarət altında saxlanmaq şərti ilə Bakıya sürgün edilmişdi. Ailəsinə isə onunla birlikdə yaşamağa belə icazə verilməmişdi. 23 yaşlı Nəcəfqulu bəy, 20 yaşlı qohumu İskəndər bəy Əlibəyoğlu hər biri 3 il müddətinə Rusiyanın daxili vilayətlərinin ucqarlarına sürgün edilmişdilər. Qasım bəy Zakir Bakıda sürgündə olarkən də qeyd etdiyimiz kimi çox böyük əziyyətlər çəkmir, çünki o Qarabağın havasına, mühitinə tam uyğunlaşmış, orada böyümüş, yaşamış bir insan idi və Abşeronun iqlimi, Bakının iqlimi, səhhətini onu tədricən pisləşdirir və bir neçə ay o deməli Bakıda o sürgün həyatını yaşadıktan sonra qeyd etdiyimiz kimi müxtəlif görkəmli xadimlərin köməkliyi sayəsində artıq o Qarabağa qayıdır. Ancaq haqsız təqib və həbslər, mənəvi əzablar, maddi sıxıntılar içərisində yaşayan Qasım bəy Zakir 1857-ci ildə doğma Şuşa şəhərində vəfat eləyir və Mirzə Həsən qəbirstanlığında dəfn edilir. Dünyanı bir ribat, özümü bir qonaq tutdum.
Mənzili məqsudə köç etmək vaxtı yetdi deyəsən. Sərf eyləyib həyatına həyatın, tərk edib vəhdətin, eşin nicatın. Əgər verməlisən hüsn zəkatın, zakir kimi bir üftada tapdın. Verilişin müəllifi Professor Elçin Əhmədov, rejissoru Ülviyə Zamanlı, redaktor Aybəniz Məmmədəliyevadır.